Multikulturalizm və tolerantlıq ölkələrin qarşılıqlı hörmət, sıx əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın multikulturalizm siyasətinin əsas təməllərindən biri də məhz dünya ölkələri ilə humanitar əməkdaşlığı gücləndirməkdən ibarətdir. Regionda sabitliyin, qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi multikulturalizmdən çox asılıdır. Çünki multikulturalizmin əksi özünü təcriddir. Özünü təcrid isə mənfi fəsadlara yol açan meyillərdən sayıla bilər. Multikulturalizm başqa xalqlara, mədəniyyətlərə, dinlərə hörmət deməkdir. Öz dininə hörmət isə başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Multikulturalizm mərkəzi yarandığı gündən Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi istiqamətində bir sıra uğurlu layihələr həyata keçirir. Mühüm əhəmiyyət kəsb edən belə layihələrdən biri də beynəlxalq multikulturalizm məktəbləridir. Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi layihəsinin məntiqi davamı olan beynəlxalq multikulturalizm məktəbləri hər il onlarla xarici tələbəni Azərbaycana toplayır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil edilən beynəlxalq multikulturalizm məktəblərinin əsas məqsədi gənclərə bu mövzuda nəzəri şəkildə öyrəndiklərini əyani olaraq göstərməkdir. Müxtəliflik və bərabərlik, inklüziv gələcəyin qurulması mövzusunda beynəlxalq multikulturalizm məktəbində iştirak edənə qədər Azərbaycan haqqında nələri bilirdiniz və bu sizin Azərbaycana ilk səfərinizdirmi? Bu mənim Azərbaycana ilk səfərimdir. Burada biz fərqli ekskursiyalara qatılırıq. Müxtəlif mövzularda mühazirələrdə iştirak edirik. Səfər çərçivəsində mən Azərbaycan və onun mədəniyyəti haqqında çoxlu məlumat topladım. Bizə Azərbaycanın tarixi və mədəniyyəti haqqında geniş mühazirə təqdim edildi. Bu isə mənə öyrəndiklərimi öz ölkəmlə müqayisə etməyə kömək edir. Bu səfər mənim üçün çox maraqlı, faydalı və önəmli oldu. Biz burada multikulturalizm haqqında bildiklərimizin real nümunələrini gördük. İnsanların fərqli dini inanclarına baxmayaraq, birgə necə mehriban yaşadığına şahid olduq. Multikulturalizm məktəbində yeni dostlar qazandım. Tanış olduğum tələbələrlə gözəl vaxt keçirdik və bir-birimizlə öz ölkəmizin mədəniyyəti haqqında məlumatları bölüşdük. Biz burada çox gözəl vaxt keçirdik. Mən bura multikulturalizm məktəbi üçün gəlmişəm. Bu məktəb mənə Azərbaycan multikulturalizmi və mədəniyyəti haqqında geniş məlumat almağa kömək etdi. Öz ölkəmlə fərqləri görüb, iki ölkəni müqayisə etmək imkanı verdi. Əsas diqqətimi çəkən məqamlardan biri budur ki, Azərbaycanda insanlar çox istiqanlıdır. Elə mənim ölkəmdəki kimi. Buranın yeməklərini çox sevirəm və özümü yad yerdə hiss etmirəm. Mən Bakı haqqında çox gözəl sözlər eşitmişdim. Gəldim, gördüm də. Buradakı tarixi binalar məni valeh etdi. Mən çox sevinirəm ki, bu məktəb sayəsində öz ölkəmə geri döndükdə, tələbə yoldaşlarımla bölüşəcəyim çox gözəl xatirələrim və təcrübələrim oldu. Bizim qrupumuz çox möhtəşəm idi. Burada dünyanın fərqli ölkələrindən tələbələr var idi. Çox maraqlı təcrübə oldu. Hər şeyə görə təşəkkür edirəm. Müxtəliflik və bərabərlik, inklüziv inkişafın qurulması. 16-cı Beynəlxalq Multikulturalizm məktəbi bu mövzuya həsr olunmuşdu. Layihədə 20-dən artıq ölkədən 25 tələbə və tədqiqatçı iştirak edirdi. Bərabərlik hər kəsə ədalətli davranmaq deməkdir. Bu termin hər kəsin fərdi ehtiyaclarına hörmət edilməsini əhatə edir. Müxtəliflik isə keçmişin, biliklərin, bacarıqların və təcrübələrin fərqli olduğunu, bu fərqliliklərin qiymətləndirilməsini və təqdir edilməsini dəstəkləyir. İnklüziv gələcək isə cəmiyyətin bütün üzvlərinin bərabər inkişaf imkanlarına malik olmasını təmin edən mühüm bir yanaşmadır. 16-cı Beynəlxalq Multikulturalizm məktəbində fərqli ölkələrin, fərqli mədəniyyətlərin, fərqli dinlərin nümayəndələri olan gənclər Azərbaycandakı bilgəlik, bərabərlik və müxtəliflik mövzusunu həm müzakirə, həm də müqayisə etdi. Azərbaycanda olmağıma görə çox xoşbəxtəm. Azərbaycan çox gözəl ölkədir. Bakı çox gözəl şəhərdir. Onu çox sevdim.
Buradakı arxitekturalı binalar məni valeh etdi. Biz Qubada, Şaxdağda da olduq. Çox gözəl idi. Azərbaycan mədəniyyətini çox sevirəm. Çünki burada multikultural assosiasiya var. Bu ölkə başqa insanların dinini, mədəniyyətini qəbul edir. Burada müxtəlif xalqlar birgə mehriban yaşayırlar. Azərbaycan mətbəxini də çox sevirəm. Məsələn, dolma, plov, paxlava. Burada olduğum üçün çox xoşbəxtəm. Mədəniyyətlər adətən insanları yaxınlaşdırır və təxminən bir həftə ərzində Azərbaycanda olduğunuz müddətdə müxtəlif mədəniyyətlərin nümayəndələri ilə, gənclərlə hansı ünsiyyət qura bildiniz? Nə dərəcə dostlaşdınız? 안녕하세요. 한국에서 온 송연숙이라고 합니다. Mən tədqiqatçıyam. Multikultural təhsil və multikultural birgə yaşayış məsələlərini araşdırıram. Buna görə Azərbaycan da mənim üçün maraqlı idi. Mənim ölkəmdə, Koreyada, əcəmi mühacirlərin sayının əhəmiyyətli dərəcədə artması birgə yaşayışla bağlı məsələləri gündəmə gətirir. Azərbaycan İslam ölkəsi olsa da, biz burada müxtəlif dinlərin nümayəndələrinin necə bir yerdə mehriban yaşaya bildiyinin şahidi olduq. Düşünürəm ki, bu ölkənin siyasətini və multikultural təhsilini öyrənmək, Koreyada mühacirlərlə birgə yaşamaq məsələlərində bizə kömək ola bilər. Bu məktəb mənə çox şey qazandırdı. 캠프를 통해서 찾을 수 있을 것 같습니다. Layihə iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik dini müxtəlifliyi haqqında geniş məlumat verildi. Eləcə də ölkəmizdə müxtəlif xalqların, fərqli konfessiya nümayəndələrinin dinc yanaşı yaşaması haqqında bir sıra nümunələr göstərildi. İldə 2 dəfə təşkil edilən beynəlxalq multikulturalizm məktəblərində iştirakçılar mühazirələr dinləyir, müzakirələr aparırlar. Bakı, Quba və Qusarda fəaliyyət göstərən 16-cı məktəbdə Azərbaycanda dini müxtəliflik, ənənəvi birgə yaşayış, Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru. Müxtəliflik və konstitusiya Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri mövzularında məruzələr təqdim edildi. Layihə xarici qonaqlara həm zəngin informasiya, həm maraqlı əyləncə, həm də xoş təəssüratlar bəxş etdi. This is my first time visiting Azerbaijan. Bu mənim Azərbaycana ilk səfərimdir. Bura gəlməzdən öncə Azərbaycan mədəniyyəti haqqında az da olsa məlumata malik idim. Amma gəlib görməklə bunu daha da zənginləşdirdim. Buradakı qonaqpərvərlik məni valeh etdi. Azərbaycanda multikulturalizmlə bağlı xüsusi bir qurumun olması məni çox sevindirdi. Bu ölkədə müxtəlif dinlərdən olan insanlar birgə çox gözəl yaşayırlar. Burada eyni zamanda məscid, sinaqoq və kilsələr var. Bu çox gözəldir. Multikulturalizmin, tolerantlığın ideal nümunəsidir. Serbiyaya qayıtdıqdan sonra Azərbaycan haqqında topladığım məlumatları öz tələbə yoldaşlarımla da bölüşəcəm. This is not my first time at Azerbaijan. Azərbaycana ilk səfərim deyil. Mən keçən il sentyabrda da Azərbaycana gəlmişdim və burada çox gözəl vaxt keçirmişdik. Bu dəfə də Azərbaycanda olmaqdan həqiqətən çox böyük zövq aldım. Bakı ilə yanaşı Qubada da olduq. Biz burada multikulturalizm proqramını keçirik və bu bizim üçün çox fərqli təcrübədir. Azərbaycan üçün onu deyə bilərəm ki, burada memarlıq və arxitektura çox gözəldir və hər bir tikilinin öz mənası var. Bu ölkənin insanları çox mehribandır. Burada milli dəyərlərə böyük önəm verirlər. Mənim ölkəm Bolqarıstanla həm oxşar, həm də fərqli cəhətləri var. Multikulturalizm məktəbi çox maraqlı və faydalı keçdi. Bu ideya çox gözəldir və dünyanı daha yaxşı tanımağımıza fürsət yaradır. Mən burada fərqli ölkələrdən fərqli dostlar qazandım. Bunların içində Braziliya, Gürcüstan, Mozambik və Türkiyə var. Beynəlxalq multikulturalizm məktəbi çərçivəsində təşkil olunan öz xalqını təqdim et adlı xüsusi tədbirlərdə Rusiya, Braziliya, Serbiya, Bolqarıstan, İraq, Polşa, Yaponiya, Çin və digər ölkələrdən gələn iştirakçılar öz xalqlarının mədəniyyəti, adət-ənənələri ilə bağlı məlumatları, eləcə də musiqi nömrələri və mətbəx nümunələrini bölüşdülər. Mən qış məktəbinə qatılmağıma çox şad oldum. Burada yeni insanlarla tanış oldum, yeni yerləri kəşf etdim.
Azərbaycan və onun gözəl təbiəti haqqında daha öncə də eşitmişdim. Amma gəlib görmək indi qismət oldu. Universiteti bitirdikdən sonra burada yaşamağı düşünürəm. Mən müsəlmanam və bu ölkədə tək müsəlmanlar üçün yox, bütün dinlərin nümayəndələri üçün gözəl şərait var. Это мой первый раз в Азербайджане, и Azərbaycana ilk səfərimdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə bu layihənin təşkili bizə belə bir fürsət yaratdığı üçün təşəkkürümü bildirirəm. Bu layihə çərçivəsində biz multikulturalizm mövzusunda məlumat bazamızı zənginləşdirdik. Düzdür, mənim Azərbaycanın, onun təbiəti, tarixi və mədəniyyəti haqqında müəyyən bilgim var idi. Amma məhz multikulturalizm haqqında biliklərimi bu səfər zamanı artırdım. Mən multikulturalizm siyasəti ilə çoxdan maraqlanıram. İspaniyada multikulturalizmi öyrənirdim. Bunun dövlət səviyyəsində necə idarə edilməsi istiqaməti mənə çox maraqlı idi. Azərbaycanda multikulturalizmin idarə edilməsi modeli çox maraqlı və uğurludur. Burada fərqli inanclı insanlar birgə xoşbəxt yaşaya bilirlər. Mən düşünürdüm ki, ölkə olaraq biz çox fərqliyik. Amma Azərbaycanda olduğum zaman qərara gəldim ki, bizim oxşar cəhətlərimiz fərqli cəhətlərdən daha çoxdur. Azərbaycanda ən çox bəyəndiyim burada insanların hədsiz qonaqpərvərliyidir. Azərbaycan mədəniyyəti tarixi cəhətdən çox zəngindir və hər gün daha da zənginləşir. Mən burada olub onları kəşf etməkdən zövq aldım. и все это вызывает у меня Азербайджан. Quba və Qusar rayonlarındakı ekskursiyalarda iştirakçılar Quba soyqırımı memorial kompleksi, Qırmızı qəsəbə, Dağ Yahudiləri muzeyi ilə tanış oldular. Eyni zamanda 6 günbəz və Giləki sinagoglarını ziyarət etdilər. Bakıda isə qonaqlar Heydər məscidi, Rus Pravoslav kilsəsi, Dağ Yahudiləri sinagoqu və Müqəddəs Məryəm katolik kilsəsində oldular. Azerbaijan, firstly, before I come here, Azərbaycana ilk gəldiyimdə Azərbaycan xalqı mədəniyyəti haqqında məlumatım az idi. Araşdırma apardım və Azərbaycan dilini öyrənməyə başladım. Ətrafımdakı insanlarla ünsiyyət qurdum və bu dili öyrəndikcə insanlarla ünsiyyətim daha da genişləndi. İlk olaraq Azərbaycan mədəniyyəti və milli yeməkləri diqqətimi cəlb etdi. Mən Azərbaycan mədəniyyəti və yeməkləri ilə onun bir çox bölgəsində Qax, Qəbələ, Quba, Şamaxıda tanış olmuşam. Azərbaycanın təbiəti çox gözəldir. Azərbaycanda mən müxtəlif dindən olan insanlarla tanış oldum. Bunların arasında müsəlman, xristian, buddist və başqaları da var. Onların bir-birinə münasibəti çox gözəldir. getting to know the people, the culture, the food day by day. Siz Azərbaycana başqa bir qitədən, Afrikadan gəlmisiniz. Maraqlıdır, Azərbaycan haqqında ilk təəssüratlarınız necə oldu? Estudar em Azerbaijão, na cidade de Baku. Azərbaycanı bəyənirəm. Çox gözəl ölkədir. İnsanları mehriban və dostcanlıdırlar. Bu ölkənin mədəniyyətini öyrənirəm. Hava, yeməklər mənim ölkəmdən çox fərqlidir. Amma burada olmaq mənə xoşdur. Azərbaycanın zəngin mədəniyyəti, gözəl insanları var. 6 aydır Azərbaycanda yaşayıram və özümü evdəki kimi hiss edirəm. Yeni nələrsə öyrənirəm, yeni dostlar Tem qazanmışam. sido fácil para mim.
Azərbaycan dünyanın elə bir nöqtəsində yerləşir ki, bir tərəfi şərq, digər tərəfi qərb dünyası. Bir yanı İslam, o bir yanı xristian aləmidir. Ölkəmiz bugün müxtəlif qütbləri birləşdirən siyasi, coğrafi, mədəni, mənəvi körpü rolunu oynayır. Sivilizasiyalar arası dialoq məkanına çevrilən Azərbaycan dünyada mədəniyyətlərin qovuşması üçün uğurlu addımlar atmağa davam edir.